Əgər sizdə soyuq dəymə varsa, qrip, ağciyərinizdə narahatçılıq varsa, bax belə bir butulka götürürsüz plastik, içinə su əlavə edirsiniz və bax deşiyi açırsınız. Trubuçkanı salandan sonra 1 çay qaşığı karbonatı əlavə edirsiniz bunun içinə. Qarışdırdıqdan sonra bu cür nəfəs alaraq sizin ağciyərlərinizə təmiz oksigen qəbulu çoxalacaq və beləliklə ağciyər problemləri və soyuq dəymə kimi problem aradan qalxacaq. Əlavə olaraq suyun əvəzinə siz təzə nanəni suda qaynadıb sonra süzüb soyudandan sonra bura əlavə edib eyni şeyi təkrar edə bilərsiniz. Daha çox belə pulsuz faydalı məlumatlar üçün videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Növbəti videomda 5 dəqiqəyə dişlərinizi necə belə bəmbəyaz edə bilərsiniz onu